Bayaq Çingiz Xanın öncəki Monqol tarixini oxuyurdum və təbii ki, bilirəm ki, Monqollarda çoxlu türk adı var və yaxud da ki, türklərdə çoxlu Monqol sözləri var, Monqol adları var. Amma bu adlar daha çox marağımı çəkdi. Oyratların bir hökmdarı var, adı Esen xandır, Esen. Esen sözü bizim dildə də istifadə olunur, bilirsiniz, esenliklər məsələn. Yəni əsən qal, xoş qal, əhval-ruhiyyəli qal, güclü qal, sağlam ol mənasını verir. Məsələn, başqa bir hökmdar da vardı, bunun da adı çox maraqlı oldu mənim üçün, Dayan xan. Dayan sözü, dayan bizdə də var, yəni dayanmaq, durmaq. Ya Monqolcada ya türkcədə bilmirəm deyək kökənini, amma dayan sözü də long lasting, yəni dirəşən mənasını verir. Bir dənə də adı vardı Boğd xan. Boğd düzdür, bizdə yoxdur, amma belə maraqlı gəldi. Səslənişi bizim dildəki boğmaq feilinə uyğun gəlir, amma Boğd müqəddəs deməkmiş. Bir də var çeçək, çeçək. Çeçək nə deməkdir? Çiçək, yəni gül. Bu da çox gözəldir, qız ismidir Monqollarda. Bir də bunlarda var Mönke. Mönke də Bengü. Bizdə Türkiyə türkləri daha çox istifadə edir bunu. Bengü yəni əbədi deməkdir. Yəni çox xoşuma gəlir bunları oxumaq.